Keçən videomuzda Abbasqulu Baxçıxanovun Hikmətin Fəziləti əsərinin təhlilini aparmışdıq. Gəlin indi testlərinə baxaq görək, düzgün tapa bilirikmi cavabları. 23-cü testə baxaq. Deyir, Baxçıxanovun Hikmətin Fəziləti əsərində şah həkimin vəsiyyətini icra edərkən divanələrdən ehtiyat edir. Kimdən ehtiyat edir? Divanələrdən. Hansı beytdə verilmiş məlumata əsasən şahın haqlı olduğunu demək mümkündür? Variantlara bir-bir baxaq. E variantına bax. Deyir ki, yenə də o qoca dedi bu sözü. Hər şeydən yaxşıdır, yaxşılıq özü. Burada bu variantda qoca şahın sualına doğru cavab tapır. Ona görə də bu yanlış fikirdir. Şah qəbul eylədi, soruşdu. Yenə dünyada hər şeydən yaxşı deyinlə. Yəni, burada da şahın divanələrdən qorxmasına ehtiyac olan heç bir cavab yoxdur. Söylədi, hər şeydən xeyirli hünər, hünərsiz heç bir şey olmaz müyəssər. Bu da qocanın cavabıdır, doğru cavabdır. Ona görə də buradan da ehtiyat eləməyə ehtiyac yoxdur. Nəhayət hamını çağıtdırdı şah, onları mətləbdən eylədi agah. Burada da yoxdur. B variantına baxaq, deyir, əvvəl ən xeyirli nədir? Müxtəsər. Tamahkar olanlar dedilər ki, zər. Baxın burada, şah divanələrdən ehtiyat eləməkdə haqlıydı. Çünki tamahkarlar deyir ki, zərdir. Tacirlər deyir ki, alverlə rəvacdır. Vergi yığanlar deyir ki, xəracdır. Amma sualın cavabı bu deyildi. Ona görə də şahın ehtiyat eləməyində, yəni ehtiyat eləmək doğruydu. Cavabımız B olacaq. 24-cü testə baxaq. Deyir ki, hansı fikir Baxçıxanovun Hikmətin Fəziləti əsərindəki şah obrazına aid etmək olar? Hansı fikri? Üzüyü ən müdrik adama hədiyyə etməyi vəsiyyət edir. Bunu vəsiyyət eləyən həkim idi. Məsuliyyətli insandır. Vəsiyyəti icra edərkən divanə insanlardan ehtiyat edir. Bəli, bu şaha aiddir. Şah həqiqətən də məsuliyyətlidir. Şah ədalətlidir. Şah ağıllıdır. Əgər desələr ki, şah qəddardır və yaxud da şah vəzirindən vəsiyyət alır, bu fikir yanlışdır. Vəziri yoxdur bu əsərdə, yəni vəzirin adı çəkilmir. C variantına baxaq. Qoca olsa da gördüyü tədbirlərlə ölkədə ədaləti bərpa edir. Bu qoca olması məsələsi həmin qocaya aiddir ki, şahın suallarına düzgün cavab verir. Ədalətsiz insan olsa da həkimin xahişini yerinə yetirir. Bu yanlış fikirdir. Şah çox ədalətlidir. İnsanda ən lazımlı xüsusiyyətin hünər olduğunu bildirir. Bunu da bildirən kim olur? Qoca olur. Gəlin, növbəti bir test var, ona da baxaq. 30-cu testə baxaq. Deyir ki, Baxçıxanovun Hikmətin Fəziləti əsərində şah surəti ilə bağlı fikirlərdən hansı səhvdir? Bizdən səhv istəyir. A variantına baxaq. Sözləri. İnsana ən lazım olan həqiqətdir. Cavabımız elə A variantı olacaq. Nəyə görə? Bu cavabı verən qoca olur. Düşüncəsi ölkəni idarə edənlər ağlı tədbiri ilə seçilənlərin fikirlərindən istifadə etməlidir. Bəli, doğrudur. Çünki qocanı sarayda saxlayır. Deyir ki, mən sənin fikirlərindən, yəni mən səndən məsləhət alacağam. Bu ona aiddir. Görməli olduğu iş müdrik şəxsin vəsiyyətini icra etmək. Bəli, bunu eləyir. Narahat olduğu məsələ. Üzüyün layiq olmayan birinin əlinə keçməsi. Bəli, bunun haqqında da narahat olur. Seçdiyi çıxış yolu suallar verməklə istəyinə çatmaq. Bəli, bu da doğrudur. Cavabımız A variantıdır. 34-cü testə baxaq. 31-ci testə baxaq əvvəlcə onda. Hikmətin Fəziləti əsəri ilə bağlı cədvəldəki səhv fikri müəyyən edin. Fikir doğru, yanlış olma baxımından. Gəlin, E variantından başlayaq. Üzüyün qocaya təqdim olunması heç kimin etirazına səbəb olmur. Doğru verib, bəli, doğrudur. Bu fikir doğrudur, çünki heç kəs etiraz eləyə bilmir. Üzüyü göndərən şəxs onun layiq olduğu şəxsi tapmaq üsulunu da demişdi. Bu yanlış fikirdir, qabağından da yanlış fikir qoyub, bəli, doğru fikirdir bu. Şah doğru cavabların içindən ən əhatəli cavablar verən şəxsi seçir.
Baxın, burada doğru cavablar məsələsi yanlışdır. Çünki heç kəs nə eləmir? Doğru cavab vermir. Ona görə də yanlış olmalıdır. Bəli, bura yanlış yazıblar. Cavabımız doğrudur. Verilən sualların seçilməsində şahın vəzirinin də rolu olmuşdur. Bura yanlış yazılmalıydı, amma doğru yazıblar. Bizdən də səhvi istəyir. Səhv B variantı olacaq. Şah ədalətli olması ilə seçilir. Bəli, doğrudur. Burada doğru qeyd ediblər. Cavabımız B olur. Gəlin 34-cü testə də baxaq. Bu testin cavabını da siz tapın.